və biz insanlar köç edirik. Müxtəlif səbəblərdən və müxtəlif məqsədlərlə. Bax, bəlkə də bu təyyarənin içində son pulu ilə bilet alıb, ümidlərini çemadanlarına yığıb gələn bir sərnişin var. Bəlkə o hər şeyini itirib yenidən başlamağa gəlir. Bəlkə ilk dəfədir ailəsindən uzağa gedir. Bəlkə də heç kimə demədiyi bir qorxudan qaçır. Bu təyyarədə oturan hər kəsin içində görünməyən bir hekayə var. Dillər fərqlidir, pasportlar fərqlidir. Amma hisslər eynidir. İnsan köç edəndə yalnız ölkə dəyişmir. Kimliyi də dəyişir. Genişlənir, parçalanır, yenidən yığılır. Yeni ölkəyə düşəndə ən böyük çətinlik küçələr və qaydalar deyil. Ən böyük çətinlik mən kiməm sualına yenidən cavab tapmaqdır. İnsan yeni cəmiyyətə uyğunlaşmağa çalışır. Özünü qəbul etdirməyə, anlamağa, görünməyə çalışır. Amma bununla yanaşı öz mədəniyyətini də özü ilə gətirir. Bayramlarını, dilini və heç cür yaxa qurtara bilmədiyi xatirələrini. Bura Amerika Birləşmiş Ştatları, Maryland ştatı, Bethesda şəhəridir. Məsələ burada Azərbaycanın kino və televiziya rejissoru, kino rəssamı Şamil Nəcəfzadənin quruluşçu rejissorluğu ilə Nizami Gəncəvinin 7 gözəl əsəri əsasında Bəhramşah və Şahzadələr tamaşası səhnəyə qoyuldu. Sonra da tamaşaçı rəğbəti gördüyü üçün ikinci dəfədə məsələ bu yaxınlarda, bu payız nümayiş olundu. Yay mövsümündə gedə bilmədiyimdən bu payız mövsümündə tamaşaya gəldim və beləliklə bu Amerikanonun yaranma fikri ortaya çıxdı. Dahi Nizaminin əsərini Amerikada müxtəlif millətlərdən olan aktyorların oyunu ilə görmək maraqlı idi. Ведь подумай, ночь, не год. Стой! На мгновение ты глаза закрой. Tamaşadan öncə aktyor və yaradıcı heyətlə görüşdüm, tamaşanı izlədim, sonra da Şamil Nəcəfzadə ilə söhbət etdik. Şamil bəy, çox məşğulsunuz? Hər üzr istəyirəm. Siz Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, Azərbaycanın məhtər incəsənət xadimisiniz və eləcə də xalq rəssamı Kamil Nəcəfzadənin oğlusunuz. Bugün Şamil Nəcəfzadə olmağınızda bunun, yəni xalq rəssamının oğlu olmağının nə rol oldu? Baş rol oynayır. Çünki təbii ki, mənim rəhmətli atamın peşəsi, o bir nümunəsi kimi, həm insan kimi, həm də ki, peşəkar kimi həmişə gözümün önündə olub. Mən elə uşaqlıqdan demək olar ki, bəlkə belə 10 yaşından, bəlkə də daha tez. Atam məni götürərdi öz emalatxanasına. Həmişə orada o əsərlər yaradardı. Mən isə nəsə cızma qaralar eləyərdim. Və ona görə hardasa bir 14-15 yaşında məndə belə bir qəti bir fikir yarandı ki, mən bu yolla gedəcəyəm. Eyni zamanda tez-tez kino çəkiliş meydançalarına da aparırdı. Ona görə məndə həm kinoya, həm təsviri sənətə böyük bir həvəs var idi və bu təbii ki, ondan irəli gəlir. Və o sizi rəssam görmək istəyirdi həm də? Yox. Əksinə, düzün desəm, mən məktəbdə kifayət qədər yaxşı oxuyurdum. Yəni ki, o vaxtı o Sovet dönəmində, bilmirəm, bəlkə indi də var, deyirlər qızıl medallı bitirmək falan.
o imkan yaradırdı ki, bəs hansı istədiyin o ali təhsili müəyyən bir güzəştlərlə imtahan vermək falan. Ona görə o düşünürdü ki, mən gedəcəm belə başqa sənətin arxasıca. Ona görə o deyəndə ki, bəs mən rəssam olmaq istəyirəm, kino rəssam olmaq istəyirəm. O dedi ki, düşün. Çox dedi, çətin, ağır bir sənətdir. Ona görə deyir, təbii ki, sən özün seçim edəcəksən. Amma ki, mən sənin məsləhət görərdim ki, sənin üçün elə bil ki, başqa sənət sahələri də elə bil ki, açıqdır. Amma ki, mən düşünəndən sonra gəldim, qətiyyətlə dedim ki, yox. Ona görə belə oldu ki, mən sonra imtahan verdim. Əzimzadə adına rəssamlıq məktəbinə. Amma orada oxuyanda elə düşünürdüm ki, təhsilimi sonra davam etdirim kinematografiya institutunda. Elə də oldu. Şamil müəllim, deyirlər gəzəndə insan beyni daha yaxşı işləyir, daha yaxşı danışır ürəkdən. Ümumiyyətlə, Mənim üçün fərqi yoxdur. özünüzü Amerikada qonaq hesab edirsiniz hələ də, yoxsa yox? Yaxşı sualdır. Mürəkkəb sualdır. Qonaq deyəndə ki, yox, təbii ki, mən bura gəlib gedəndə turist kimi, la belə olub ki, bir aydan da çox burada olmuşam. Gənə bilirdim ki, mən ora müvəqqəti gəlmişəm. Hansısa bəyalar dediyim kimi festivaldır, filmin baxışlarıdır. Əsasən mən kinofestivallarla, baxışlarla bağlı bütün dünyanı gəzmişəm demək olar. Çox ölkələrdə olmuşam. Amma indi yox, indi təbii ki, fərqlidir bir fərqli əhval-ruhiyyə ilə demək olar ki, adam yaşayır. Hər halda sən özü burada müvəqqəti qonaq kimi hiss eləmirsən. Amma onu da qeyd edeyim ki, mən mühacir də deyiləm. Yəni ki, mən Azərbaycandan bura köçməmişəm. Mən bura gələndə elə bil ki, elə imkan oldu, elə gəlim ki, yəni orada mənim evim, emalatxanam, yəni ki, maşın falan, bunlar hamısı onlar öz yerində. Ona görə mən bura tam hər şeyi deməli orada tərk edib, satıb gələnlərdən deyilik biz. Belə imkan yarandı, Sizinlə həmişə danışanda, bir neçə dəfə söhbət eləmişəm, həmişə danışanda vurğulayırsınız ki, mən mühacir deyiləm, mən immigrant deyiləm. Yəni əslində bu belədir, nə olduğunu deyirəm də. Ona görə... Və ümumiyyətlə Amerikaya gəlmək fikri, bugün burada olmağınız necə yarandı? Birincisi onu deyim ki, mənim kiçik bacım Aynur xanım. Bura çoxdan əvvəlcən işlə bağlı gəlmişdi, kontrakt falan elə 80-ci illərin axırı idi. Və elə oldu ki, burada məskunlaşdı və həmişə deyərdik ki, biz gəlib gedərdik. Atam, anam onda rəhmətliklər sağ idi, onlar tez-tez gələrdilər. Mən də hərdən bir gələrdim, yəni festivallarda filmlərin baxışında iştirak eləyəndə də. Amma ki, mənim köçmək, bura gəlmək daha doğrusu, köçməkdən indi də söhbət getmir. Fikrim yox idi. Sadəcə mənim kiçik qızım Məryəm, o 10 il bundan öncə Bakıda artıq o bitirəndə Xoreografiya Akademiyası adlanırdı. Oranı bitirəndə bacım dedi ki, heç olmasa gəltirin uşağı, bəlkə burada onun üçün daha geniş perspektivlər açıldı da. Elə də oldu, yəni ki, bizim bura gəlməyimizin əsas məqsədi Məryəmin gələcəyi idi. Ona görə mən bura gələndə o Bakıda, yəni ki, Azərbaycanda evimi satıb gəlməmişəm, emalatxanamı satıb gəlməmişəm, maşınım da durur. Hamısını da mənim böyük qızım elə bil ki, o işlərə baxır. Ona görə belə, amma gəlməyimə peşman deyiləm. Çünki birincisi, Məryəm burada doğrudan da onun o çox Amerikanın ən hesab edirəm ki, maraqlı və tanınmış teatrlarından biri olan hər halda bu sahilin
Atlantik sahilin. Çünki bu elə teatrdır ki, burada məşhur teatr sahəsində mükafat var. Helen Hayers adlanır. Həmən o teatr o mükafatı bir 40-dan çox nomina olub və 20-dən də çox qalibi olub. Yəni çox nüfuzlu, belə çox maraqlı teatrdır və çox unikal bir bədii üsluba malik bir teatrdır. Və elə oldu ki, Məryəm həmən o teatrın bu günləri aparıcı aktyorlarından biridir, başrolların ifaçısıdır. Eyni zamanda orada preteens deyirlər də, o kiçik yaşlı yeniyetmələrlə həm dərs keçir, həm onlarla tamaşa qurur, rejissor kimi. Həm də o tamaşalarda hərdən bir o xoreograf kimi də çıxış eləyir. Ona görə bu baxımdan mən çox şadam ki, biz bu addımı atdıq. Mənim fikrim var idi ki, ola bilər ki, nəsə bizdə alınmasa, Məryəm burada elə bir ki, bacım da buradadır deyə arxayın qoyub bəlkə də gedə bilərdim, amma ki, yox, arxayın qoyub getmək son beşiyimiz idi, kiçik idi həmişə bizim üçün. Mən də, mənim yoldaşım da, Züleyxa xanım da, yəni ki, Züleyxa xanım da kinematografiya institutunu bitirib, uzun müddət həmin xoreografiya məktəbində aktyor sənətindən dərs deyib. Məryəmə də dərs deyib. Ortancıl qızım Günələ də dərs deyib. Böyük qızım Aysilə də dərs deyib. Çünki üçü də həmin o xoreografiya məktəbinin yetirmələridir. Elə oldu ki, bizə də burada elə bil ki, Allah Taala nəsə açdı ki, yollar açıldı. Biz başladıq dərs deməyə. Mən kino sahəsindən, o teatr sahəsindən. Sonra mən kinostudiya yaratdım. O teatr yaratdı. Yəni ki, o. Ondan sonra mən başladım tamaşalar qurmağa. Əvvəlcə yeniyetmələrlə, yəni teenagerlərlə, yəni ki, o yuxarı yaşlı yeniyetmələrlə. Sonra indi hal-hazırda mən yəni ki, deyə bilərəm, yeni bir teatr yarandı. Pomegranate adlanır, yəni ki, nar. Və həmən o teatrın ilk tamaşası da, ilk premyerası da bu ilin yayında oldu, iyunun 26-sında. Və biz burada Amerikada ilk dəfə Nizami Gəncəvinin 7 gözəl poeması əsasında tamaşa göstərdik. У нас есть маленький сюрприз для нашего режиссера, о котором он не знает, сейчас мы его вручим. Правда не знаю. Вот, значит, у нас театр, мы решили назвать Pomegranate, и это значит гранат, ну, гранат, да. Вот, и поэтому в связи с этим мы решили ему подарить гранатовое дерево. Фантастика! Чтобы оно как бы росло. Вот мы росли, и оно тоже росло вместе с нашим коллективом. Тут даже гранат есть, посмотрите. Уже растет. Фантастика. İkinci tamaşaya mən də gəldim. Gözəl tamaşa keçdi və səhnə arxasına keçmə imkanım oldu. Tamaşadan əvvəl aktyorlarla tanış oldum, onlarla söhbət elədik. Çox maraqlıdır. Ən gənc aktyor neçə yaşındaydı və ən yaşlı aktyor neçə yaşındaydı? Ən gənc iki yeniyetmə idi. Biri mənim nəvəm Teymur. Bir də ki, orada aktrisanın Irina Skamarokova adlı aktrisa var idi. Onun deməli qızı Arisha. Onların hərəsinin 12 yaşı var. Amma ki, uğurlu debütləri alındı. Qalanı hamısı peşəkar aktyorlar. Və ən yaşlı aktyor da 95 yaşında. Ən yaşlı aktyor da Gürcüstanın xalq artisti Boris Kazinets. 95 yaşı elə bu ilin oktyabrında tamam oldu. Низами, Ганец, народный артист Грузии Борис Казинец.
Я на самом деле очень удивился, когда мне сказали, что вам 95 лет. Вы выглядите на 45. Тут на 45. Ну дай бог, Господи. А вы сегодня играете здесь? Ну, Низами? Низами. Ну, будем так считать, что это Низами. Мы никто не знаем, какой у него характер. Я думаю, что даже и внешне мы не знаем, ну, по-настоящему, каким он был. Ну, представляем, считаем, что, ну, пусть будет таким. Но это как функция, как главное, это, кстати, это самое всего этого дела. Он пишет, и наоборот, он смотрит, тоже сочиняет, и сочиняют, они играют. То есть это вот такой вот переброска такая вот. По-моему, это очень здорово Шамиль сделал этот спектакль. Вообще, я должен сказать, что в 95 лет я не думал, что я буду такого значения роль играть. Потому что даже в России сейчас есть статистика, что актеры после 95 лет только есть 4 человека во всех театрах России. Сыграть, читать стихи такого великого поэта, это очень... Это повезло мне. Это Шамиль молодец, что он взял эту пьесу. Ну и, естественно, мы с ним сделали вообще изумительно. Мы Эйнштейна сделали, вот этот спектакль об Эйнштейне. Ну, киноновелла. Вот. И Джулечка играет, его супруга, изумительная актриса, прекрасная. Мы с ней играли там, значит, она же эту жену Коненкова играла, а я самого Эйнштейна. Вот, потом Пушкин и Лермонтов, дуэль двух поэтов, двумя поэмами, граф Нулин и это самое. Ну, просто это очень здорово он сделал тоже. В общем, это у нас уже такое содружество, я очень люблю этого режиссера и человека, и вообще творческая единица. Вот, Я не проходите, снимаюсь. здесь еще Здравствуйте. всё. Hello. Good to see you. Good to see you. Nice to meet you. Одна из моих главных ролей до этого была, например, Евгений Онегин. Тоже я играл главную роль Евгения Онегине. Вот тоже с Томой мы как раз таки играли. Там она тоже была в этом спектакле. Поем я хлеба, если на вопрос ты мне ответишь. В чем повинен этот бедный пес? И за что такой жестокой казнью он наказан? Этот пес был умным стражем стада моего. Уходя, взамен себя я оставлял его. Ну, я родом из России, там родился, там жил 7,5 лет плюс-минус. Потом мы выиграли грин-карту, прилетели сюда. Здесь, ну, где-то 7,5-8. Я, честно сказать, не знаю. Вот это мне дал Шамиль, это мне тоже дал Шамиль. Я думаю, ну, это не золото 100%. Это я не знаю, что за камень. Это, скажу честно, купили, знаете, на этой, как это, thrift store. Комиссионка. Короче, купили от какой-то бабушки, я не знаю. Это моя доченька. Да. Как сестры, правда? Да, конечно. Я опередила вас. Ей 12 лет. 12. Да. Кого играет сегодня? Вот она и Теймур еще у нас есть мальчик, да, дети, мальчик и девочка, они так и называются у нас в спектакле. Они просто нам помогают, потому что мы прям на сцене перевоплощаемся из одной роли в другую, и они являются те самыми связующими звеньями, которые помогают на протяжении всего спектакля. Без них они наши правая и левая рука. Я начала играть в театре только здесь, в Америке, и, собственно говоря, первый большой спектакль это как раз Бахрам-Шах и Тоже тут принцессы. второй раз. И ты тоже второй раз. До этого я не играла в До театре. этого я была красные волосы. Вы откуда родом? Я родом из Лос-Анджелеса. Я тут родился, тут вырос и тут стал актером. Родители, папа из Молдовы, мама из Москвы. Я просто хотел узнать, вы Азербайджан, если нет. Нет. Похож. Спасибо большое. Мне 17 лет сейчас. А когда я выступал в этом спектакле первый раз в июне, мне было... Не исполнялось тогда 17, мне было 16 на тот момент.
Ну, конечно, немножко волнения будет, но это перед каждым спектаклем. Но вообще я чувствую себя очень хорошо. Я обожаю выступать на сцене. Я вот знаю, что мои коллеги, ребята... О, вот Тимка! Привет, Тимка! Я знаю, что коллеги, ребята, они готовы, что они вдохновлены. Да, Тима? Так что, да, будем сжечь. Костюм делала наша швея Аня. Вот, она сделала мне это сари, потому что сари обычно продаются куском материи, и потом уже из него что-то делают. И вот она мне сделала, потому что у моего сари сложная трансформация, она должна раскрываться и потом закрываться, поэтому нам нужна была профессиональная помощь. Я играю тюркскую принцессу. Одна из жен Бахрама Шаха. Ben özüm Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti bitirmişəm, rejissorluq fakülteti və ondan sonra Rüstəm İbrahimbəyovun ali rejissor kurslarını bitirmişəm. Yəni sənətim daha çox rejissorluqla bağlıdır. Bir neçə beynəlxalq festivallarda iştirak etmişəm, bəzilərdə mükafatlar qazanmışam. Belə, amma bu teatrda bugün ikinci premyeramız olacaq, amma geçen dəfə birinci premyerada bu mənim bir aktrisa kimi ilk debütüm olub və çox maraqlı idi mənim üçün. Həm belə bir böyük proyektdə işləmək, həm atamla ilk dəfə idi, böyük bir tandemdə iştirak etdim. Çox maraqlı idi, çox məmnunam. Həm nəvəniz, həm də qızınız Günel də tamaşada var idi. Günel yeni köçüb Amerikaya bildiyim qədərlə, yeni gəlib yanınıza. Bugün iki qızınız buradadır, Günel və Məryəm. Elədir. Günel ümumiyyətlə sizə həmişə kömək edir deyəsən bütün işlərinizdə. Həm də səhnədə var idi. Həm baş rolların ifaçısından biri idi. Yəni Sağlab Şahzadəsi obrazının ifaçısı idi. Həm də ki, həm rejissor köməkçisi kimi, həm də ki, orada plastik səhnələr var. Mən onu rəqs adlandırmıram, məxsusən plastik səhnələrdir. O səhnələrin də deməli quruluşunda Günel, Məryəmlə birgə işləmişdilər. Məni də sözündüzü bu proyektə atam dəvət eləyəndə mən təzə-təzə çəkindim. Dedim ki, yox papa, mən bir aktrisa kimi debütüm olub demək olar ki, mən xoreografiya məktəbini bitirmişəm, yəni səhnədən qorxmurdum. Tamaşanın üslubu da kifayət qədər mürəkkəbdir, çünki orada dramatik teatrla yanaşı plastik səhnələr var. Orada böyük önəm verilirdi. Deməli, o böyük bir ekran var və həmin o ekranda bizim miniatürlər aləmi həkk olunur. Bu tamaşa üçün məxsusən hazırlanmış animasyon roliklər, yəni filmlər qısa, uzunluğu 30 saniyə, 20 saniyə, 40 saniyə. Bunlar hamısı imkan yaradırdı. Biz həmin o poemanın vizual da olsa onun o əhval-ruhiyyəsini görüntülər vasitəsilə tamaşaçıya çatdıraq. Çünki bəlkə də bunu təkrar eləmək həmişə lazımdır. Bu aləm bizim şərq, Azərbaycan poeziyası, ümumiyyətlə bu şərq aləmi qərb tamaşaçıya bir o qədər də yaxşı tanış deyil. Hətta mən deyərdim ki, çox az tanıyırlar. Tanısalar da belə bir-iki dənə musical var. Əli Baba və 40 Quldur falan. Yəni animasiya filmləri də çəkilib Hollywoodda. Yəni belə bu səbkidə tanıyırlar. Amma o bizim mədəniyyəti, onun fəlsəfəsini, onun dərin mənəvi qatlarını elə bil ki, onlar bilmirlər. O ki, qaldı Nizami. Nizami bizim dahimizdir və tək Azərbaycanın yox, bütün Türk dünyasının. Çünki mən belə hesab edirəm ki, Nizami Türk müsəlman etikasının yaradıcısıdır. Yəni ki, onu bir növ yaradıcılığında, poemalarında elə Xəmsəni özünü götürək. Bütün əsərlərində həmin o yeni bir, fərqli bir etikanı yaradır və təqdim eləyir. Və həmən bu 7 gözəl poemasına gələndə tamaşa adlanır Bəhrəm Şah və Şahzadələr.
Yeddi Gözəl də əsas ideyalardan da bəlkə biri və önəmlisi də daha odur ki, hər bir hökmdar hansısa məmləkətə sahibdirsə və bu məmləkəti idarə eləyirsə, onun mənəvi borcudur ki, bütün o məmləkətdə yaşayan insanların taleyinə biganə qalmasın. Yəni onun mənəvi yükü ondan ibarətdir ki, onlar firavan yaşaya bilsinlər. Elə bir şərait yaratsın bu məmləkətdə ki, tək özü üçün yox, tək yaxınları üçün yox, bütün xalq üçün. What Shamil did was very interesting. Number one for me was that introducing the culture itself. It's rare in this area. I almost wish that language was also original. And Russian language was not fitting in for me, maybe because of my personal kind of, attitude towards that. But also, he's a movie guy. He's a filmmaker. I've seen his documentaries. He's extremely intellectual. And I was very happy to see that he did theatrical production as well, that combining that dance sequences with the screen, movie aspects, and very poetry. So that was very clever and very smart move. Şamil bəy və onun komandası çox gözəl bir tamaşa yaratdılar. Biz hamı deyəsən zövq aldı məndə və mən bilirəm ki, hamı könüllü işləyir. Bu ən əsası odur ki, bunlar könüllü belə bir gözəl tamaşa yaratdılar bizim üçün. Mən Azərbaycan ev vasitəsilə Şamil bəylə tanış olmuşdum. Orada bir tədbir var idi və mən də orada iştirak eləyirdim. Şamil bəy də ora gəldi və biz təsadüfən bir masa arxasında müzakirə yaranmışdı. Mən orada tanıdım və Şamil bəy dedi ki, belə bir planım var, belə bir teatr oyunu qoymaq istəyirəm və artıq onun hazırlıqlarına başlamışam. Mən də düşündüm ki, əvvəldən Azərbaycandan olan müəyyən texniki işlərdə təcrübəm var idi. Mən də düşündüm ki, niyə də yox, yəni Azərbaycanımızın Nizami Gəncəvinin burada çox gözəl əsəri qoyulur və bunda mütləq iştirak eləmək lazımdır. Yəni, nə bacarıramsa o qatqını vermək lazımdır. Çünki bu bizim bir növəsində mənəvi borcumuzdur. Ona görə də Şamil bəy dedim ki, könüllü olaraq mən gəlirəm və sizə texniki olaraq nə bacarıramsa o kömək eləməyə hazıram. Burada da artıq bu arada ikinci bizim teatr oyunumuzdur. Çünki ilki bir neçə ay bundan əvvəl baş tutmuşdu, çox uğurlu almışdı və istəklər çox oldu. Ona görə də biz ikincini yenidən bunu təkrar eləməyə qərar verdik. Mən də burada vizual bütün proyeksiya, orada ingilis dilində subtitrlar, çünki ingilis dilli izləyicilər olsa, o subtitrların idarə edilməsidir, vizual görüntülərin təqdim olunmasıdır, ekrana verilməsidir, proyeksiyadır, yəni belə deyək, vizuallaşdırmanın proyeksiya hissəsini və subtitr hissəsini idarə edirəm. Əslində mən çox arzulayardım ki, bu tamaşa Azərbaycan dilində qurulsun burada, Amerikada. Yəni onu subtitle vasitəsilə rahatlıqla siz gördünüz. Biz ingilis dilinə hamısını tərcümə eləyirdik. Yəni ingilis dilli tamaşaçılar rahat anlayırdılar tamaşanı. Amma ki, mənim ətrafımda nə bir dənə teatr var. Bəlkə indi Allah Taala əgər buyursa, bəlkə o teatrı biz yaratdıq elə birgə. Elə həmən o Azərbaycan evi ilə birgə. Yəni orada artıq heç olmasa 1 ilə, 2 ilə, 3 ilə aktyorlar yetişdirsək, artıq biz orada tamaşalar da qura bilərik Azərbaycan dilində. Ümumiyyətlə Azərbaycanlılar azdır Amerikada. Biz yaşadığımız yerdə hər halda, bilmirəm, hardasa Houston'da, Texas'da daha çoxdur bildiyimə görə. Amma ki, biz tərəflərdə bir o qədər də çox deyil. Dünya Azərbaycanlıların həmrəylik günü elə bizim bu buraxılışımızda həmrəylik günü də efirdə olacaq. Gözəl. Yəni bu simvolikdir də. Bizi birləşdirən bir gündür və 89-cu ildən başlayıb da ümumiyyətlə Dünya Azərbaycanlıların həmrəylik günü qeyri-rəsmi qeyd olunmağa, indi rəsmi qeyd olunur. Və düşünürəm ki, bu il daha çox, son illər daha çox biz qeyd edirik. Xüsusilə Qarabağ müharibəsindən sonra o qələbə hissi ilə bu bayramı keçirmək bizə daha zövq verir.
Dünya Azərbaycanlıları bugün dünyanın hər yerində var elə. Dünyanın bütün nöqtələrində biz görürük ki, Azərbaycanlılar var. Amerikada da sayımız çoxalır. Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibətilə nə demək istərdiniz həm yerlərimizə, bütün dünyada olan Azərbaycanlılara? Təbii ki, çox gözəl bir fürsətdir. Ben bir dəfə bunu demiştim, yadımdadır hardasa bir balaca tədbir idi. Mən dedim, qəribədir, Azərbaycanlılar həmən o bizim 44 günlük müharibə olanda və o qələbə ilə bu tarixi bir hadisədir. Doğrudan da əsl vətən müharibəsi idi və bu söhbət tək o torpaqların qayıtmağından getmir. Burada həm də ali bir ədalətin bərpasından biz deyə bilərik. O ədalət var, bərpa olundu. Ən azı o 1 milyona yaxın qaçqınlar ki, qovulmuşdular, onların o acı taleyi. Yəni bu hər halda hər bir Azərbaycanlı üçün başını ucadan bir hal deyildi. Şəxsən mən çox bu baxımdan necə deyirlər, gözü kölgəli idim. Amma o bizim şəhidlər ki, onlar Allah rəhmət eləsin, bizim qazilər ki, onlar qan tökdülər o müharibədə, onlar başımızı uca elədilər. Mən çox istəyərdim ki, biz Azərbaycanlılar tək dar gündə yox, həm də yaxşı gündə də həmrəy olaq, birgə olaq. İlin sonudur. Hava soyuq olsa da küçələr insanlarla doludur. Və bu bayram əhval ruhiyyəsinin mərkəzində paytaxt Vaşinqtonun ənənəvi milad ağacı ucalır. 1923-cü ildən bəri bu məkanda qurulan şam ağacı Amerikanın milli milad ağacı adını daşıyır. Hər il olduğu kimi bu ildə dekabr ayının 4-də Amerika Birləşmiş Ştatları prezidenti və ölkənin birinci xanımı 103-cü milli milad ağacının işıqlandırma mərasimində iştirak etdilər. So the First Lady is going to do the honors and we're going to do a countdown. We'll go from 5 to 0, okay? 5, 4, 3, 2, 1. Bəli, bu milyonlarla insanın önündən keçdiyi, hər il minlərlə xatirənin toplandığı həmin məkandır. Mən də hər il milad ərəfəsində mütləq bura gəlirəm. Həm bayram ruhunu hiss etmək üçün, həm də insanların bayram sevincinə həmrəy olmaq üçün. Bu bayram hər nə qədər dini inanclar üzərində qurulsa da, artıq ailə, dostluq bayramına çevrilib. Amerikada demək olar ki, hamı Krisması qeyd edir. Əslində insanlar dünyanın hər yerində eynidir. Yəni insan harda olursa olsun işıq axtarır, birlik axtarır, aid olma hissini axtarır.